Yeri gəlmişəm, keçən il noyabrın 12-sinə, 20-sinə qədər Çin Xalq Respublikasında bizim Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin səfəri oldu. Orada bir memorandum imzaladıq və Nankin şəhərində böyük bir qlobal cənubla bağlı tədbirdə konferansda iştirak etdik. Məqsəd nə idi? Məqsəd qlobal cənuba daxil olan ölkələrin beyin mərkəzlərinin bir platformasını yaratmaq idi. O, deməli, Çində baş tutdu. Qlobal cənubun beyin mərkəzləri strateji əhəmiyyətli məsələlər təhlil etsin, analiz etsin, təşəbbüslərlə çıxış etsin, təkliflər versin. O bir istiqamət Pekində, o daha doğrusu Çində baş verdi. Bu istiqamət o beyin mərkəzləri içində, amma vətəndaş cəmiyyəti institutlarına bağlı eyni platforma Azərbaycan paytaxtı Bakıda. Və hesab edirəm ki, doğrudan da bu Azərbaycanın gücünü, potensialını göstərir. Çində bu halların baş verməsi başa düşüləndir. Çin dünyanın başqa bir güc mərkəzidir. Yeri gəlmişdən 2022-ci ildə arzulu qabiliyyəti paritetinə görə ümumdaxili məhsulun Birləşmiş Ştatları keçib. Nominal ümumdaxili məhsula görə 2030-cu ildə 5 ildən sonra ABŞ-ı keçməyə hədəf seçir.